və roluna xüsusi qiymət verən ümumilli lider Heydər Əliyev deyirdi. Biz ilk demokratik cumhuriyyətin yaranması gününü əlsiz tutaraq onu Azərbaycanın dövlət müstəqilliyi günü, Respublika günü elan etmişik və bu bizim milli bayramımızdır. 103 il bundan əvvəl 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması ölkəmizin tarixində böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil azad demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənəvi şüurunu özünə qaytardı. Azərbaycan ilk parlamenti və hökuməti Azərbaycan dövlət aparatı təşkil edildi. Ölkənin sərhədləri müəyyənləşdirildi. Bayrağı, himni və cəbri yaradıldı. Ana dili dövlət dili elan olundu. Ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycan ilk universiteti təsis olundu. Təhsil milliləşdirildi. Xalqın sonraki illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan ictimai kiçik tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Dünya birliyi tərəfindən tanınan xalq cəmiyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququnun sübutlu olması 1920-ci ilin aprel ayında Bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünya siyasi xəritəsinə serilməsinin qarşısı alındı. 20-ci əsrin sonunda yenidən müstəqilliyə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağa bacardı. Ümumi liderin bu siyasətini Prezident Cənab İlham Əliyevin uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci ölkəmizdə Azərbaycan Xalq Cumhuriyyəti ilə elan olundu və AXC-nin 100 illik yubileyini təntənəli şəkildə qeyd edildi. Şuşada Azərbaycanın şanlı dövlət bayrağı dalğalandı. Qarabağ Azərbaycandır, yaşasın Azərbaycan. Bayrağı mübarək Azərbaycan. Zəfər bizimdir, bizim. Qəlbimiz dönür dağa. Yollar bizi aparır, gedirik Qarabağa. Vətən bizi qarşılar, pay Allah neymətindən, dördən olmur ki sənin doğru rəhbətindən. Şüzayətli onlar, bayraq sanızda hər yana imza ordumuz ən müqəddəs məqama. Vətənin dar günündə xalq yumruq tək bir oldu. Azad oldu torpaqlar, birlik qələbə çaldı. Səslənən himnimizdə sanki sevgisi vardır. Səslənən yurdumuz o gündən yadigardır. Həmin gün qəlbimizdə neçə arzu dil açır, təkcə daxilımızda yox, qəlbimizdə gül açır. 28 Maya çox yaraşır toylayan, əbədi bahar gəlir, yurdumuza həmin gün. İçi dağlarımız ala belə hava, içi dağlarımız ala belə havada, üç rəngli bayrağımız dağların havada. Sən millətin qürurlusan, odun çörək şümlü şan, yenilməzdir Azərbaycan uçan hava bayrağımız. Öz yerimləri təbrik edib səni gözləşkənə çıxır üzündən qat dağılı bayrağımız. Tanrı bizi dağda qoymaz gözəlliyə, fələk qırmaz, səndən heç var çölün doymaz, mən buradayam bayrağımız. Bir kərə yüksəlib bir daha elməz, mavi səmalarda süzən bayrağım. Türkliyi, İslamın müasirliyi, məğrur sinəsinə düzən bayrağım. Bağlanıb üç səncə şərəf şanıyla, ay ulduz sipərdir ona canıylar. Vücud oğulların şəhid qanıyla, azadlıq dastanını yazan bayrağım. Xeyir əvvəl axır güc gəlir şərə, dağın gəzəbliyindən məhv olar dərə. Fırtına olsa da sərilməz yerə, neçə fırtınada gözən bayrağım. Yaşasın deyə rahat evlərimiz, yurdumuz keşiklər yayarsa, bizim milli oğlumuz, şanlı gid oğlumuz. Hətta nəmən tezkəsini, qoya dağı düzü sevimli ölkəmizin bizim milli oğlumuz, şanlı gid oğlumuz.